Salam şəhərlər, hər vaxtınız xeyir. Bugün sizlərə üçbucaqlara aid bir neçə maraqlı sualın izahını verəcəm. Verilənlər şəkildə qeyd olunub, bizdən AC tərəfini tapmağımızı istəyir. İlk öncə baxaq ABD üçbucağına. ABD üçbucağında B bucağı 72, A bucağı 36-dırsa, D bucağına bilirik ki, qalacaq 72 dərəcə. Çünki daxili bucaqların cəmi 180 olmalıdır. 72-nin 36-nın cəmi 108, 180 olması üçün 72 dərəcə. Baxırıq ki, ABD üçbucağında iki bucağımız 72 olduğuna görə deyə bilərik ki, bu ABD üçbucağı bərabər yanlı üçbucaqdır. Oturacaq BD-dirsə, AB və AD tərəfləri bir-birinə bərabər olacaq 7. 72-nin də qonşusu olacaq 108 dərəcə. 108 dərəcə. İndi ADC üçbucağında iki bucağımız 36 və 108 dərəcədir. Biz buradakı bucağı tapa bilərik. 36 və 108-in cəmi 144, onda bura qalacaq 36 dərəcə. Deyə bilərik ki, onda ADC üçbucağı da bərabər yanlı üçbucaqdır. 7-dirsə, DC-yə də qalacaq 7. İndi baxaq ABC üçbucağına. ABC üçbucağında B bucağı 72, A bucağı, yəni BAC bucağı 36-nın 36-nın cəmidir, yəni bu da 72. ABC üçbucağında iki bucağımız 72 və 72 olduğu üçün deyə bilərik ki, bərabər yanlı üçbucaqdır. Onda BC AC-yə bərabər olacaq. BC-nin uzunluğu 8-lə 7-nin cəminə bərabər olduğu üçün AC də olacaq 15 cm. Baxaq ikinci suala. Bizə alfanın 90-dan böyük olduğunu verib, BC-nin ala biləcəyi tam qiymətlərin cəmini istəyir. Demək, şərtə görə, yəni alfanın 90-dan böyük olduğu şərtə görə üçbucaq bərabərsində deyə bilərik ki, əgər alfa 90-dan böyükdürsə, x-in ala biləcəyi qiymət olacaq kök altında 5-in kvadratı plus 7-nin kvadratı, yəni x də kiçikdir 5 plus 7-dən. Yəni x-in ala biləcəyi qiymət kök altında 5-in kvadratı və 7-nin kvadratı cəmindən böyük olmalıdır, 5 plus 7-dənsə kiçik olmalıdır. Olacaq kök altında 25-in üstə 49 gələndə 74 kiçikdir x-dən, x də kiçikdir 12-dən. Kökdə 74-dən təxminən 8 tam neçəsə çıxacaq? 12. Demək, x-in ala biləcəyi qiymət 8 tam neçədənsə böyük, 12-dən kiçik olmalıdır. Yəni, bu şərt ödəyən tam ədədlər 9, 10 və 11. Bunların da cəmi istədiyinə görə cəmləri də olacaq 30. X-in ala biləcəyi qiymətlər, tam qiymətlərin cəmi 30-dur. İstəsəz bunu qayda olaraq da bir yerə qeyd edə bilərsiniz. Hər hansısa bir üçbucaqdır, alfadır, A-dır, B-dir, burada C-dir. Əgər alfa böyük olarsa 90 dərəcədən, 90-dan böyük olarsa, həmin bucağın qarşısında duran tərəfin ala biləcəyi qiymət kök altında digər iki tərəfin kvadratları cəmindən böyükdür, cəmlərindən isə kiçikdir. Qeyd kimi bir yerə yaza bilərsiniz. Baxaq növbəti suala. Bərabər yanlı üçbucağın oturacağı 4 cm-dir. Yan tərəfinə paralel olan orta xətti isə 5-dir. Bu üçbucağın perimetrini istəyir. Bərabər yanlı üçbucaq çəkək. Oturacaq 4. Yan tərəfə paralel olan orta xətt. Bilirik ki, orta xəttin işi iki tərəfin orta nöqtəsini birləşdirmək. Tutaq ki, bu yan tərəfə bitişik, bu yan tərəfə paralel orta xətti çəksək, olacaq bu parça. Və bunu da verib 5.
Bilirik ki, orta xətt 5-dirsə, onun paralel olduğu tərəf ondan 2 dəfə daha böyük olacaq, 10. Demək, yan tərəfin biri 10-dursa, digər yan tərəfimiz də olacaq 10. Oturacağı da bizə vermişdi 4. Perimetri də olacaq tərəflərin cəmi. 4 plus 10 plus 10. 24. Y variantı. Növbəti sualımız. ABC sübutında BD tənbələn AB 12, BC 15, AC isə 18-dir. Bizdən AD-ni tapmamızı istəyir. Adlandıraq A, B, C olsun. BD tənbələndir. Tənbələn bilirik ki, çıxdığı bucağı yarıya bölür. AB 12, BC 15, AC-ni isə bütöv bizə 18 verir. AC 18-dir, AD-ni istəyir. X. AD-ni biz X götürmüşük. AC də 18 olduğuna görə deyə bilərik ki, DC olacaq 18 çıxaq X. Tənbölən də xassəsinə görə 12-nin X-ə nisbəti 15-in də 18 çıx X-ə nisbətinə bərabərdir. 12 böl X bərabərdir 15 böl 18 çıxaq X. Çarpaz vursaq 15x bərabərdir 12-ni də vururuq 18 çıx X-ə. 15x bərabərdir 216 çıx 12x. 12x-də sola keçsək 27x bərabərdir 216. X də buradan alınacaq. Demək 8. X-in aldığı qiymət olacaq 8. Cavabımız oldu D variantı. Növbəti sual. Yenə tənbələnlə bağlı olan bir sualdır. Düz bucaqlı 3 bucaq verilib bizə. BD-ni tənbələn, BC-ni 9, AB-ni 15 verib. AD çıx, DC fərqini istəyir bizdən. Yenə də tənbələn xəssəsinə görə deyə bilərik ki, 15-in AD-yə nisbəti, buranı X, buranı Y götürsək, 15-in AD-yə nisbəti bərabər olacaq BC-nin Y-ə nisbətinə. Yazaq, 15 bölünsün X bərabərdir 9 böl Y. Buranı çarpaz eləsək, 9x bərabərdir 15y. Hər tərəf 3 yaxçələsək 3x 5y-dir. 3x 5y-ə bərabərdirsə, demək x olacaq 5k, y olacaq 3k. 3k daha doğrusu AD 5k, burada olacaq 3k. Demək, verilmiş düzbucaqlı üçbucağın baxırıq ki, hipotenuzu verilib bizə, kateti verilib, bu katetdə 8k-dır. Deyə bilərik ki, 8k-nın kvadratı üstə gələk 9-un kvadratı bərabərdir 15-in kvadratına. Buradan 8k-nın kvadratına düşəcək 225-dən 81 çıxanda 144, 64k kvadrat bərabərdir 144. Hər tərəfdən kök alsaq 8k bərabərdir 12, k da bərabərdir 1/5. AD bizdə x idi. AD yəni bərabərdir 5k olacaq 7/5. DC isə olacaq 3k, yəni 4/5. Bizdən yenə də deyirəm, şərtdə AD çıxılsın, DC-ni istəyir. 7/5-dən də çıxsaq 4/5-i olacaq 3. Cavabımız oldu 3. Biz burada yenə də digər bir üsulla da yaza bilərdik. Bizə 15 və 9 verdiyinə görə tapa bilərik ki,
AS'nin uzunluğunu tapa bilərdik 12. 12 tapdıqdan sonra AD'ni biz x, DS'ni 12 çıx x yazıb, yenə 15'in x-ə nisbəti 9'un 12 çıx x-ə nisbətinə bərabər. O nisbəti sadələşdirib yenə fərqi tapa bilərdik. İstəsəz ikinci üsul olaraq da onu da yazaq. Demək, AS'nin kvadratı üstə gələk 9'un kvadratı bərabərdir 15'in kvadratıdır. AS'nin kvadratına beraber, AS'nin kvadrat beraber olacaq 225 çıx 81, yəni 144. AC olacaq 12. AS'ni 12 tapmışıqsa, biz AD'ni x götürsək, dediyimiz kimi buranı x götürsək, DS'yə düşəcək 12 çıxaq x. Yenə tənbələn xəstəsinə tətbiq eləsək, 15 bölünsün x bərabərdir 9 bölünsün 12 çıx x. Sadələşdirsək, yəni çarpaz vursaq 9x bərabərdir 180 çıx 15x, 24x bərabərdir 180. 24x bərabərdir 180-ə, x də bərabərdir 7/5-ə. X 7/5-dirsə, yəni AD 7/5-dirsə, DS'yə düşəcək 4/5. Fərqləri yenə də bizə 3'ü verəcək. Bu da ikinci üsul. Növbəti sual. ABC düzbucaqlı üçbucaqdır. A bucağı 90 dərəcə, BD-ni 60 verib, C bucağını, daha doğrusu BDA bucağını 60 verib, C bucağına 45, CD-ni 2, AB tərəfini soruşur bizdən. Şəkildə hamısı verilib. Demək, bu BAC üçbucağında, BAC düzbucaqlı üçbucağında baxırıq. BDA bucağı üçbucağına və yaxud da BAD üçbucağına 90, 60 olduğu üçün bu bucağa düşəcək 30 dərəcə, 30 dərəcə. 30 dərəcəli bucağın qarşısındakı kateti mən x götürsəm, 60'ın qarşısındakı katet olacaq x kökdə 3. Daha sonra 60 ise qonşusu olacaq 120 dərəcə, 120 və 45'in cəmi 165, onda CBD bucağına qalacaq 15 dərəcə. Baxırıq ki, BAC düzbucaqlı üçbucağının iti bucaqları 45 və 45 dərəcədir. Ona deyə bilərik ki, bu BAC üçbucağı bərabər, yəni düzbucaqlı üçbucaqdır. Onda AB kateti bərabərdir AC katetinə. AB kateti x kökdə 3, AC kateti isə olacaq x plus 2. X kökdə 3 çıx x 2'yə bərabərdir. X-i mötərizə xaricinə çıxarsaq, kökdə 3 çıx 1 bərabərdir 2. Demək, buradan x də bərabərdir 2 bölünsün kökdə 3 çıx 1 alarıq. X-i sadələşdirmək üçün, yəni rahat bir qiymət tapmaq üçün məxrəcin qoşmasına vura bilərik. Kökdə 3 çıx 1'in qoşması olacaq kökdə 3 plus 1. O zaman 2'ni də vurmalıyıq kökdə 3 plus 1'ə. Məxrəc verəcək bizə müxtəsər madsuru, yəni kökdə 3'ün kvadratı çıx 1'in kvadratı. Sürətdə də 2 vurulsun kökdə 3 plus 1'dir. Buradan x bərabər oldu. Kökdə 3'ün kvadratı 3 çıx 1 2 eləyir. Sürətdəki 2 ilə getdi. X'in qiyməti oldu kökdə 3 plus 1. Biz x'i tapdıq. İndi bizdən isə AB tərəfini soruşur. AB tərəfi də göründüyü kimi nəyə bərabərdir? X kökdə 3'ə. Demək, AB bərabərdir x kökdə 3, yəni kökdə 3 plus 1 vurulsun kökdə 3. Vurub atsaq, kökdə 3'ü kökdə 3'ə vuranda 3 plus kökdə 3'ü də 1'ə vuranda kökdə 3. Yəni cavabımız oldu 3 plus kökdə 3. D variantı.
Növbəti sualımız. Üçbucağın iki tərəfi uyğun olaraq kökdə 10 və kökdə 20-dir. Bu tərəflər çəkilmiş medianlar bir-birinə perpendikulyardır. Üçbucağın o biri tərəfini tapın. Demək, biz buranı götürə bilərik kökdə 10, digər tərəfi götürək kökdə 20. Bu tərəflər çəkilmiş medianlar, bu mediandır, kökdə 20-ni yarıya böləcək. Həmçinin bu da mediandır, kökdə 10-u yarıya böləcək. Və şəkildə çox oxşamasa da, bu medianlar bir-birinə perpendikulyardır. Həmçinin burada 90 dərəcədir. Biz burada istifadə edə bilərik nədən? Medianın əsas xassəsini. Medianın əsas xassəsinə görə medianlar kəsmə nöqtəsində təpədən başlayaraq 2 böl 1 nisbətində bölünür. Yəni biz kökdə 20-yə çəkilən medianı 2x və x götürə bilərik. Kökdə 10-a çəkilmiş medianı isə 2y və y götürə bilərik. Demək, kökdə 10-dursa, bu tərəfimiz kökdə 10-dursa, həmin tərəfə çəkilmiş median bu tərəfi yarıya bölməlidir. Demək, hissənin biri olacaq kökdə 10 bölü 2, həmçinin burada qalacaq kökdə 10 bölü 2. Bu birisi üçbucaq, yəni bu birisi tərəfdə də kökdə 20-dirsə, kökdə 20 bölü 2, burada olacaq kökdə 20 bölü 2. İndi biz burada görürük ki, 2 dənə düzbucaqlı üçbucaq var. İşarələyək. Düzbucaqlı üçbucağın biri kök xətlə göstərdiyimdir. Digəri isə olacaq bu üçbucaq. Sarı xətlə göstərdiyim üçbucaq. Demək, bu verilmiş düzbucaqlı üçbucaqlara görə, yəni bax bu göylə işarələdiyim üçbucağa görə katetlərimiz 2x və y-dir. Onda katetlərin kvadratlarının cəmi, yəni 4x kvadrat üstəgəl y kvadrat bərabərdir kökdə 10 böl 2-nin kvadratı. Digər düzbucaqlı üçbucağımız isə x, 2y və kökdə 20 böl 2-dir. Katetlər yenə kökdə x-dir. Digər katetimiz 2y-dir. Hipotenuzumuz da kökdə 20 böl 2-dir. Olacaq onda x kvadrat plus 4y kvadrat bərabərdir kökdə 20 böl 2-nin kvadratı. Bunlar təniklər sistemi kimi həll edəcək. Yəni 4x kvadrat plus y kvadrat bərabərdir. Kökdə 10 böl 2-nin kvadratı olacaq 10 böl 4. Aşağında həmçinin sadələşəcək. X kvadrat plus 4y kvadrat bərabərdir 20 böl 4. Biz bunları alt-alta toplasaq, alınır 5x kvadrat plus 5y kvadrat, yəni bu ikisini topladıq. 5x kvadrat plus digər ikisini toplayanda 5y kvadrat bərabərdir 4-də 10 və 4-də 20-ni toplayanda 4-də 30. Biz hər birini 5-ə bölsək bunların alınacaq x kvadrat plus y kvadrat bərabərdir 6 böl 4. İndi bizdən nə istəyirdi? Üçbucağın o birisi tərəfini istəyir. Deyək ki, burada z-dir. Bizdən z-i istəyir. İndi baxaq bu üçbucağa. Dediyimiz kimi, bu üçbucaqda medianlar perpendikulyar olduğu üçün, kökdə 10 və kökdə 20-yə çəkilmiş medianlar perpendikulyar olduğu üçün, burada da bir dənə düzbucaqlı üçbucağım ilə gələcək. Baxın, bu üçbucaq ilə, bu üçbucaq daha doğrusu olacaq düzbucaqlı üçbucaq. Katetlərimiz 2x, 2y və hipotenuzumuz z-dir. Demək alınır
Z kvadrat bərabərdir 4x kvadrat plus 4y kvadratına. Z kvadrat bərabərdir. Buradan 4'ü çıxarsaq mötərizə xərcini x kvadrat plus y kvadrat. Z kvadrat bərabərdir 4 vurulsun. Biz de x kvadrat plus y kvadratına 4'də 6 tapmışdıq. Gətirib burada yerinə yazsaq 4 vuraq. 4'də 6 alınır. 4'lər də ixtisar gedir. Z kvadrat 6'dır. Z də olacaq kök altında 6. Cavabımız oldu kök altında 6. C variantı. Növbəti sual. Üçbucağın hündürlükləri onun təpə nöqtələrinin birində kəsişir. Üçbucağın böyük tərəfinə çəkilmiş median 10 və kiçik tərəfi 12 olarsa perimetri neçə santimetr olar? Əgər üçbucağın hündürlükləri hər hansısa bir təpə nöqtədə kəsişirsə, mütləq ki bu üçbucaq düzbucaqlı üçbucaq olmalıdır. Çünki A, B, C götürsək, A'ya çəkilmiş hündürlük B'dir. B'ye çəkilmiş hündürlük A katetidir. C'ye çəkilmiş hündürlük də düzbucaq təpəsindən çıxdığı üçün yenə də bu təpə nöqtədən keçmiş olur. Yəni 3 hündürlük əgər üçbucağın təpə nöqtələrinin birində kəsişirsə, dediyimiz kimi demək həmin üçbucaq düzbucaqlı üçbucaqdır və hündürlüklərin də kəsişmə nöqtəsi düzbucaq təpəsi olacaq. Böyük tərəfinə çəkilmiş median 10'dursa, bilirik ki böyük tərəf hipotenuzdur. Hipotenuza çəkilmiş median 10'dursa, bilirik ki hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Demək median 10'dursa hipotenuz olacaq 20. C-ni tapdıq 20. Kiçik kateti, kiçik tərəfi isə bizə neçə vermişdi? 12. Tutaq ki B də olsun 12. Onda biz A'nı tapa bilərik. Yəni A kvadrat plus 12'nin kvadratı bərabərdir 20'nin kvadratına. A kvadrat bərabərdir 400 çıxılsın 144. A kvadrat bərabərdir 256. A da olacaq 16. Demək bu üçbucağın biz tərəflərini tapdıq. 12, 16 və 20 perimetr istəyir. P də bərabərdir 12 plus 16 plus 20 olacaq. 28 üstünə 20, 48. Cavabımız oldu 48. Növbəti sualımız. ABC üçbucağında AY və BD medianlardır. AY və BD medianlardır. AY BD-yə perpendikulyar. Yenə də bayaq yazdığımız suala oxşar bir sualdır bu da. Burada 90'dır, bu da 90'dır. B10'u 12 verib, DC'ni 10 verib, BC tərəfinin uzunluğunu istəyir. Demək bu üçbucaqda əgər BD medianıdırsa, BD medianı bilirik ki AC tərəfini yarıya bölməlidir. Onda DC-yə 10 düşübsə, AD-yə də düşəcək 10. Sonra O nöqtəsi medianların kəsişmə nöqtəsidir. Biz də bilirik ki, medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2 böl 1 nisbətində bölünməlidir. Yəni BO 12-dirsə, OD-yə düşəcək 6. Onda AOD üçbucağı oldu düzbucaqlı üçbucaq. Hipotenuz 10. Katetin biri 6'dırsa, digər katetimiz olacaq 8. AO-nu 8 tapmışıq. Tapdıq ki, AO 8'dir. OY-ni istəyirdi bizdən. OY, daha doğrusu OY nə qədər olacaq uşaqlar? Medianların kəsişmə nöqtəsinin, yəni medianların xəstəsinə əsasən təpədən başlayaraq 2 böl 1 nisbətində bölündüyü üçün 8 AO-ya düşübsə, 4 də YO parçasına düşmüş olacaq. Oldu 4. Yenə də BOY üçbucağı olacaq düzbucaqlı üçbucaq. Çünki burada 90 dərəcə idi.
şərtdə vermişdi özü. Katetlərimiz 12 və 4'dür. Biz BY tərəfini tapa bilərik. Olacaq BY-nin kvadratı BY-nin kvadratı bərabərdir 12'nin kvadratı plus 4'ün kvadratı. BY kvadrat bərabərdir 144 üstəgəl 16 160. BY olacaq kökdə 160. Yəni 160 da 16 vur 10 olduğuna görə 16'dan da kök altından 4 çıxır. 4 kökdə 10 olacaq. BY oldu 4 kökdə 10. Bizə də yenə də AY-ni median verdiyi üçün mediansa BC tərəfini yarıya bölməlidir. 4 kökdə 10 BY düşdüyünə görə CY də düşəcək 4 kökdə 10. Onda BC tərəfinin uzunluğu olacaq 8 kökdə 10. Sonuncu sualımız. Demək bizə AB-ni də 5 verib, AC-ni də 5 verib. BD 4, DC isə 2'dir. Verilənlər hamısı şəkildə qeyd olunur. AD tərəfini tapmamızı istəyir. Demək bu bərabər yan üst bucaq olduğu üçün daha yaxşı olar ki biz oturacağa bir hündürlük çəkək. Oturacağa çəkilmiş hündürlük, yəni bu ikisi bir-birinə bərabərdir. Oturacağa çəkilmiş hündürlük həm də median. Demək BC tərəfinin uzunluğu ümumi 6 idi. 4 və 2'nin cəmi 6 idi. Buranı da M götürək. Onda BM-ə düşəcək nə qədər? Çünki AM hündürlüyü dediyimiz kimi həm də mediandır. Oturacağa çəkilmiş hündürlük həm də mediandır. BM-ə düşəcək 3. Bura düşdü 3. Onda MC-yə də 3 düşməlidir. DC parçası 2 isə MD-yə düşəcək 1. Demək, növbəti gedişatda isə indi baxaq AMB üçbucağına. AMB üçbucağı necə üçbucaqdır? 90'dır, burada 90'dır. Bu yaşıl üçbucaq olan düz bucaqlı üçbucaqdır. Hipotenuzu verib 5. Kateti verib 3. Yəni verib deyəndə biz tapdıq ki 3'dür. Onda AM-ə nə qədər düşəcək? Faqora görə 5, 3 düşəcək 4. AM-i tapdıq 4. MD-ni də nə qədər tapmışdıq? 1. Biz AD-ni tapmalıyıq. Onda bu üç bucaqda isə baxın hansı renkdir? Mavi deyəsən. Bu mavi üçbucaqda isə katetlərimiz 4, 1 olduğuna görə hipotenuzu rahatlıqla tapa bilərik. X olacaq x kvadrat bərabərdir 4'ün kvadratı plus 1'in kvadratı. X kvadrat bərabərdir 17. X də bərabərdir kökdə 17. AD tərəf oldu kökdə 17. Sağ olun.